izləyəcəyimiz bir dənə mənzərəyə bax. Xırdalanda bir dənə gözəl mənzil tapmışam sizə. 3 nömrəli məktəb. Uşağı buraxdım 5 dəqiqəlik, 3 dəqiqə piyada məsafə. Prospekt yolun kənarı deyil izləyəcəyimiz. McDonald's, Heydər Parkı, Misir Parkı, KFC, Laykiki tam qarşısında deyil izləyəcəyimiz. Orijinal 3 otaq 94 kvadrat sizə mənzil tapmışam. İdeal. Bir dənə arxaya get. Mənzilimizin bir dənə eyvan hissəsinə bax, yel çəkən mənzili deyil izləyəcəyimiz. Binanın ön və qabaq hissəsinə baxışı var. Balkonuna bir dənə bax. Yataq otağından və qonaq otağından balkona çıxış var. Keçək inşallah bir dənə göstər, mənzillə ətraflı tanış olaq. Ya Allahın adı, mənim gözəl insanlarım gəldiyi həmən o söz gedən mənzilə daxil olmuşuq deyil izləyəcəyimiz. Evin əsas giriş hissəsi, burada seyf qapından təmin olunub, belə bir dəhliz hissəsi var. Yerlər isti döşəməli deyil izləyəcəm. Bir dənə güzgülü dekor qurulub burada. Bax, evə xahiş edirəm, sona qədər videonu izləyin. Bax, qonaq otağına daxil olun, belə bir dənə qapısı var. Şəbəkə, görürsünüz, səliqəli. Gəl bura, gəl qonaq otağını göstər. Mənzilimiz 94 kvadratdır, xanımlar və beylər. 94 kvadrat, orijinal 3 otaq. Bir dənə gözəlliyə bax, ev sahibi güzgü sevən insandır. Yəni hər otaqlarda deyiləcək güzgülərdən istifadə olunur. Bu qonaq otağı televiziya setidir, çıl-çıraqdır, pərdəsidir, gizli işıqlardır. Həqiqətən də zövqlə təmin edir. Bir dənə patoloku göstər, buna bax. İdeal mənzil tapmışam sizə. Gəl bura. Bitmir, o qədər otaqlarımız var. Buna bax, qonaq otağımıza, mətbəxə bax bir dənə. Gözəl proyektdir. Deyərsiniz ki, buna proyekti, fərqli proyektdir, həqiqətən də möhtəşəm mənzildir. Mətbəx mebeldir, qaz aspiratoru quraşdırılıb qaydasındadır. Elə biləsə pəncərəsi yoxdur, var ha. Mətbəxin pəncərəsi də var. Yel çəkən mənzil tapmışam sizə, deyili izləyəcəyimiz. 94 kvadrat. Hamam sanuz elləri ayrı-ayrılığındadır. Bütün aksesuarlar quraşdırılıb qaydasındadır. Ayaqqabısı burada hamam otağı üst tavanına kimi quraşdırılıb qaydasındadır. Görürsünüz, səliqəli. Bir dənə yataq otağımız burada yerləşir. Bu yataq otağından da eyvana çıxış var. Həqiqətən də super mənzili deyil izləyəcəyimiz. Allah hər kəsə gözəl ev qismət eləsin. Bu evə bir söz tapıb deyənmər. Kermogranit olan hissələr deyil izləyəcəyimiz. İstipoldur, yəni ki bilirsiniz. Gəldik bizim sonuncu yataq otağımıza, yəni ikinci yataq otağımıza. Görürsünüz, belə bir dekorlardan istifadə olunub, güzgülü dekordur. Həqiqətən də möhtəşəm mənzildir. Balkonu da göstər, bir dənə buradan göstər. Deyil izləyəcəyimiz görsün. Mətbəxdə də bitirəcəm bunu. Bizim videomuzu. Xanımlar və beylər, 94 kvadrat, 3 otaqlı, tam təmirli, yəni təmirli gördünüz. Evro təmirli, Xırdalanda Bakı Sümqayıt yoluna 2 dəqiqə piyada məsafə, 3 nömrə, 2 nömrə.